Salam, mağazada sağlam seçimlər rubrikamıza xoş gəlmisiniz. Mən həkim dietolog Şəfa Yadigarova bugün sizinlə yaşıl meyvələr, tərəvəzlər haqqında danışmaq istəyirəm. Yaşıl meyvə tərəvəzlər bizim menümüzün əsasını təşkil etməlidir. Təbii ki, tərkibində olan zəngin maddələrə görə. Əsas maddələrdən isə ən birincisi burada indol 3 karbinoldur. Xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan elə bu maddədir. Yaşıllıq isə onlara verən xlorofildir. Xlorofil ən önəmli məqamı odur ki, bizim qaraciyərimizi detoks edir. Qaraciyərimizi detoks etdikdə bədənimizin tərkibində olan toksinləri, şlakları bizim bədənimizdən xaric edir, immun sistemimizi artırır, eyni zamanda iltihab əleyhinə təsir göstərir, infeksiyaların qarşısını alır və ən önəmli dərimizi gözəl edir, cavan edir, deyərdim ki, parlaq edir. Görürsünüz ki, masamızda çoxlu bir yaşıllı meyvə tərəvəzlər var. Nəyə görə bugün məhz bunları seçmişəm? Çünki hər birinin bizim süfrəmizdə önəmi var və bizim masamız, süfrəmiz bu tərəvəz meyvələrlə zəngin olmalıdır ki, hər zaman cavan, enerji dolu və güclü qalaq. Burada bugün istəyirəm ən önəmli, ən birinci elə brokoli haqqında danışım. Çünki brokoli istər pəhriz zamanı, müalicə zamanı, istər profilaktika zamanı ən çox istifadə olunan bir gülün növüdür. Nəyə görə brokoli? Çünki tərkibində bundan öncə vurğuladığım kimi indol 3 karbinoldur. Bu da birinci növbədə nə edir? Bədənimizdə olan onkoloji hüceyrələri xaric edir, məhv edir və təbii ki, profilaktika edir. Bunu bişmə şəklində istifadə edə bilərsiniz, şirəsini istifadə edə bilərsiniz, smuzi şəklində rahatlıqla istifadə edə bilərsiniz. Növbəti tərəvəzimiz, deyərdim bu meyvədir, amma tərəvəz kimi də istifadə edirik, avokadodur. Avokado pəhriz zamanı həddən artıq çox istifadə olunur. Çünki omega 3 ilə zəngindir. Eyni zamanda xanımlar üçün ən önəmli və ən gözəl dərini cavanlaşdıran bir meyvədir. Amma ki, onu da nəzərinizə çatdırım ki, kaloriyası yüksəkdir. Ona görə istifadə zamanı günün birinci yarısında istifadə etsək daha yaxşıdır. Smuzilərə, salatlara rahatlıqla istifadə edirsiniz. Həm tox qalırsınız, həm tərkibində olan omega 3-ü də təbii yolla qəbul edirsiniz. Kivi pəhriz zamanı və ya adi halda daha çox istifadə olunan bir meyvədir. Təbii ki, üstü tüklüdür, amma içi yaşıldır. Tərkibində həddən artıq çox vitamin C var. Vitamin C də birinci növbədə nə edir? Həm bizi cavan saxlayır, çünki kollagenin sintezinə müsbət təsir göstərir. Əgər bədənimizdə vitamin C çatmırsa, kollageni, yəni dərini formada saxlayan maddə çatmır. Ona görə rahatlıqla kivini istifadə edirsiniz. İstəyər smuzilərdə, istəyər salatların üzərində, istəyər bir yemək kimi istifadə edə bilərsiniz. Eyni zamanda vurğulamaq istəyirəm ki, kivinin tərkibində həddən artıq çox liflər də var. Bu da təbii ki, bədənimizdə xolesterinin miqdarını aşağı salır, təzyiqi tənzimləyir və bizə doyum hissi verir. Yaşıl lobya. Hal-hazırda elə yaşıl lobyanın mövsümüdür. Yaşıl lobyanın gözəl pişmələri var, amma mən bir həkim dietoloqum məsləhət verirəm ki, kimdə ki şəkərli diabet var və eyni zamanda insulin dirəncliyi var, inanılmaz bir nəticə. Lobyanın şirəsini içirsiniz, şəkərinizi bədəndə tənzimləyirsiniz. Çox asan və rahat bir smuzilər, şirələr hazırlayaraq istifadə edirsiniz və dediyim kimi şəkəri qanda çox gözəl tənzimləyir. Şəkərli diabetdən əziyyət çəkən insanlar bunu rahatlıqla istifadə edə bilər. Eyni zamanda tərkibində liflərlə zəngin olduğuna görə bağırsaq floramızı da bərpa edir. Növbəti tərəvəzimiz xiyar. Təbii ki, süfrələrimizin nədir yaraşığıdır. Bütün salatları rahatlıqla istifadə edə bilirik və eyni zamanda onu da vurğulayım ki, xiyarın tərkibində daha çox klorofil olduğuna görə elə detoks effekti xiyar verir. Eyni zamanda şirəsini edərkən bu bizim bədənimizdə CD qovucu effekt verir, bədəndən ödemləri xaric edir, bizə rahatlıq verir və bağırsaq floramıza çox gözəl təsir göstərir. Pəhriz zamanı aşağı kalori olduğuna görə bizə doyum hissi verir, bizi tox tutur və təbii ki, bunu rahatlıqla pəhriz zamanında istifadə edə bilərsiniz. Son illərdə pəhriz saxlayan insanlar daha çox kabaq istifadə edirlər. Nəyə görə kabaq? Kabaqın çox aşağı glikemik indeksi var. Bunun hesabına da bizə doyum hissi verir, uzun müddət bizi tox saxlayır. Tərkibində həddən artıq çox mikroelementlər və minerallar var. Bunlardan ən önəmli maqnidir, kalidir, kalsidir, sinkdir, selendir. Bu da təbii ki, bizim fermentativ sistemimizə müsbət təsir göstərir və mikrofloramızı bərpa edir və eyni zamanda tərkibində olan liflər və pektinlər bizi hər zaman tox saxlayaraq gözəl edir. İndi isə istəyirəm yaşıl alma haqqında sizə məlumat verim. Təbii ki, hər kəs deyəcək ki, mən hər zaman yaşıl alma istifadə edirəm və istifadə qaydalarını bilirəm, faydalarını bilirəm. Amma mən bugün bir həkim dietoloq kimi onun sirləri haqqında sizlə paylaşmaq istəyirəm. Bəzi insanlar düşünür ki, alma yalnız dəmir mənbəyidir. Amma mən deyərdim
deyirəm ki, ən önəmli və ən vacib məqamı odur ki, alma həddən artıq yox liflərlə zəngindir və liflər bədənimizə düşdükdə xolesterini bədəndən xaric edir, bizi gözəl formada saxlayır, tox tutur, intoksikasiyanı aradan götürür, bədəndə olan toksinləri, şlaqları xaric edir, şəkər istəyimizi aradan götürür, çünki tərkibində fruktoza var və eyni zamanda liflər olduğuna görə bizim mədə bağırsağımıza, mədə altı vəzninimizə mənfi təsir göstərmir. Odur ki, rahatlıqla almalardan istifadə edin və pəri zamanda artıq kilolardan siz də azad olun. İndi isə deyərdim ki, mövsümün ən çox istifadə olunan alça. Bəzi insanlar deyir ki, mən alça görəndə dözə bilmirəm, mütləq çoxlu yeməliyəm. Alça yeyənlərə bir məsləhətim də olacaq. Alçanın tərkibində həddən artıq çox vitamin C var və kimlərdə ki, həzm eləmə prosesi aşağıdır, yəni hiperasitlik var, həzm edə bilmirlər. Onlar yeməyin üzərindən 2 dənə alça yeyirlər. Həzm eləmə prosesləri çox müsbət olur. Budur ki, günün birinci yarısında alçanı yeməkdən sonra qəbul edin, həzm eləmə prosesimiz bərpa olsun. Çünki tərkibində olan fermentlər bizə müsbət təsir göstərir. İndi isə istəyirəm qulançar haqqında danışım. Hal-hazırda çox dəbdədir və mövsümünə də uyğundur. Qulançar deyərdim ki, bizim süfrəmizin hər zaman padşahı olmalıdır. Qulançarın tərkibində olan mikroelementlər və maddələr, digər meyvə tərəvəzlər yoxdur. Nəyə görə qulançar? Qulançar bizim pəri zamanında daha çox istifadə olunan bir tərəvəzimizdir və eyni zamanda qulançarın tərkibində olan mikroelement daha çox sink və selen bizə cavanlıq effekti verir. Qalxanvari vəzimizə müsbət təsir göstərir və bizim bədənimizdə əgər qalxanvari vəzimiz düzgün çalışırsa, deməli bizim bədənimizdə artıq kilolar heç bir halda olmayacaq. Qulançarın şirəsindən istifadə edə bilərsiniz. Çox gözəl həzm eləmə prosesinə müsbət təsir göstərir və bişməsini istifadə edə bilərsiniz. Həm də tox tutacaq, həm də bədənimizdə olan şlaqları xaric edəcək. Mən istəyirəm ümumiyyətlə kələmlər haqqında danışım. Kələmin tərkibində olan indol 3 karbinol bizim bədənimizdə yaranan xərçəng hüceyrələrinin qarşısını alır. Eyni zamanda yeganə və tək deyərdim tərəvəzlərdən biridir, hansı ki mənfi kalori verir. Mənfi kalori nədir deyəcəksiniz? Kimlər ki kələmi yeyir, onun həzm eləməsinə daha çox kalori sərf olur, nəinki öz kalori. Bu da təbii ki bizim arıqlama dövründə, pəriz dövrümüzdə çox müsbət təsir göstərir. Kahı da təbii ki kələmlərin bir növüdür, amma kahı daha rahat, daha yüngül həzm olunandır və çox vaxtı digər kələm növləri insanlarda köp verə bilər. Məhz kahı o köpü vermir. Rahatlıqla pəriz zamanı və ya səhər yeməyində, ya smuzilərdə və ya salatalarda bunu istifadə edə bilərsiniz. Amma nəzərinizə çatdırım ki, bütün yaşıl tərəvəzlərin üzərinə mütləq şəkildə bitki yağı istifadə olunmalıdır. O zaman onun tərkibində olan xlorofil daha yaxşı həzm olunacaq və bədənimizdə düzgün sorulacaq. Üzümü təbii ki, hər birimiz sevirik. Bəzi insanlar düşünür ki, üzüm olarmı istifadə etmək? Bəli, üzümün öz faydaları var. Çünki tərkibində resveratrol var. Bu da antioksidant effektə malikdir. Hətta onu da nəzərinizə çatdırım ki, əgər gündə 3-4 ədəd üzüm yedikdə gündəlik siz bədəninizdə olan sərbəst radikalları tez bir şəkildə xaric edəcəksiniz. Səhər yeməyində daha çox qəbul olunur. Nəzərinizə də çatdırım ki, tərkibində glukoz olduğuna görə aşırı şəkildə üzümü istifadə etmək məsləhət deyil. İndi isə istəyirəm kərəvüz haqqında məlumat verim. Çünki son illərdə kərəvüz çox dəbdədir və pəri zamanı həddən artıq çox istifadə olunur. Smuzilərdə, salatlarda və bişmələri, hətta şorbalarda daha çox istifadə olunur. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, kərəvüz daha çox bəylərə uyğundur. Nəyə görə? Bəylərdə məhz kişi hormonu testosteronun sintezinə müsbət təsir göstərir. Eyni zamanda prostat vəzində adenoma, yəni xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır. Gündə 1 stəkan kərəvüz şirəsini içdikdə siz artıq bədəninizdə testosteronun, yəni kişi hormonunun miqdarını kifayət qədər artıracaqsınız. Eyni zamanda dediyim kimi prostat vəzində xərçəngin yaranmasının qarşısını ala biləcəksiniz. Təbii ki, pəri zamanı və adi hallarda son vaxtlar həddən artıq çox yaşıl çay istifadə olunur. Nəyə görə yaşıl çay? Yaşıl çayın tərkibində kofeini var, amma nisbətən digər çaylardan azdır. Kofein olduğuna görə o bizi tonusda saxlayır və arıqlamaya təsir göstərir, çünki yağ yandırıcı effektə malikdir. Yaşıl çayın tərkibində olan katexilaminlər və polifenollar bədənimizdə olan sərbəst radikalları bədənimizdən xaric edir. Xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır və hüceyrələri zədələnmədən qoruyur. Zeytun istəyər pəri zamanı, istəyər adi halda bizim masamızda üstünlük təşkil etməlidir. Çünki zeytunun tərkibində olan bitki yağlar bizə çox faydalıdır. Hətta onu da vurğulamaq istəyərdim bir dietolog kimi. Gündəlik 1-2 xörək qaşığı biz zeytun yağını istifadə etməliyik. Zeytun yağı
nə edir? Zeytun yağı bizim bədənimizdə enerji verir. Çünki 1 qram yağ bədənimizdə parçalanaraq 9 kilokalori verir və bu da bizə enerji mənbəyidir. Eyni zamanda tərkibində olan omega 3 bizim bədənimizdə iltihab əleyhinə təsir göstərir və təbii ki, bizi tox tutur. Budur ki, zeytun istifadə etməliyik. Günə 5-10 ədəd zeytun hər gün istifadə olunmalıdır. İndi isə mərci haqqında danışmaq istəyirəm. Mərci deyərdim ki, xanımların əvəz olunmaz bir yeməyi olmalıdır. İstər bundan şorba edəsiniz, istər bundan bişmələr, salatlara istifadə edə bilərsiniz. Çünki tərkibində fitoestrogenlər var. Fitoestrogenlər nədir? Fitoestrogenlər bu bizim təbiətdən olan estrogenlərimizdir. Bir estrogenlər var ki, bizim bədənimizdə sintez olur, qadın hormonlarımız. Digəri isə təbiətdən bizə gəlir. Əsasən də xanımlar menopauza dövründə, yəni 40 yaş üstü, 50 yaş üstü daha çox elə yaşıl mərcidən istifadə etsəniz daha yaxşı olar. Çünki həm bizi tox tutur, həm bədənimizdə olan toksinləri xaric edir, həm dediyim kimi təbiətdən olan fitoestrogenləri bizə qəbul etdirir və bu da bizi hər zaman cavan saxlamağa kömək edir. Yaşıl noxud da fitoestrogenlərlə zəngindir. Estrogenlərimiz kifayət qədər deyilsə, onu biz alimentar, yəni qida ilə qəbul etməliyik. Elə qida ilə də qəbul olunan, daha çox fitoestrogenlərlə zəngin olan elə yaşıl noxuddur. Budur ki, bunlardan bişmələr elə bilərsiniz, salatlar eləyə bilərsiniz və digər qidalarda istifadə edə bilərsiniz. Və sonda da yaşıl göyərtilər haqqında danışmaq istəyirəm. Göyərtilər ümumiyyətlə həm xlorofilla zəngindir, həm vitamin K ilə zəngindir. Vitamin K da birinci növbədə bizim ürək-damar sistemimizə müsbət təsir göstərən bir vitaminlərdən biridir. Odur ki, yaşıl tərəvəz meyvələrdən rahatlıqla bolluca istifadə edin. Siz də hər zaman cavan, yumraq və sağlam qalın. Mənim əzizlərim, təşəkkür edirəm ki, bugün mənimlə qaldınız. Odur ki, bizi izləyin. Növbəti videolarda görüşənədək.